Niyə görə şirk ən böyük günahdır? Çünki şirk ən böyük zülmdür. Çünki şirkdə hər tərəfdən acizi, hər tərəfdən qüvvətli olana bənzətmək var. Yəni insanların ağlı hara gedir? Gəlir zəifin, kasıbın, acizin, məxluqun yanına gəlirsən, onu xaliqlə bərabər tutursan. Allah kimi edirsən, ona itaat edirsən, ona yönəlirsən, onu Allahı sevdiyin kimi sevirsən, Rəbbinə sərf etdiyin ibadətləri nə edirsən? Növlərini ona yönəldirsən. Allah Teala artıq müşriklərin sözünü bizə bəyan edib, onlar axirətdə olan həqiqəti dərk edəndə deyəcəklər ki, Tallahi in kunnə ləfi zəlalin mubin iz nusavvikum bi rabbil aləmin. Allaha and olsun ki, biz açıq aydın zəlalət içində idik. Niyə? Çünki biz sizi aləmlərin Rəbbi ilə bərabər tuturduq. Deməli, şirk niyə görə böyük günahdır? Çünki zülmdür. Şirk zülmdür. Şirkdə acizi qüdrətli ilə eyni tutmaq var. Hər tərəfdən möhtətsiz olanı, möhtəzli olana bənzətmək var. Acizi qüdrətliyə bənzətmək var. Qulu sultana bənzətmək var. Necə ki, Allah Teala da buyurub ki, İnnə şirkə lə zulmun azim. Həqiqətən şirk ən böyük zülmdür. Və zülm də nədir? Zülm də o şey fi qeyri mevdihi. Bir şeyi özünün yerinə qoymamaqdır. İbadət kimin haqqıdır? Allahın. İbadət Allaha sərf olunur. Yeri budur. Sən o ibadəti Allahdan qeyrisinə sərf edirsən, yerinə qoymursan, nə olur? Ən böyük zülm olur. Çünki sən birbaşa həmin o başqasına ibadət etməklə Allahın haqqını girirsən, Allahı naqisləşdirirsən və məxluqu qaldırırsan Allah səviyyəsində, Allahla bərabər tutursan, bu zülmdür. Sən necə olar hər şeydən, hər tərəfdən kamil olana bənzədirsən, hər tərəfdən aciz olana? Bu zülm deyilmi? Zülmdür. Ona görə də Allah Teala deyir ki, İnnə şirkə lə zulmun azim. Lə zulmun azim. Ona görə də şirk mütləq olaraq ən böyük günahdır.